Salam, hər vaxtınız xeyir olsun. Dərsimizə qaldığımız yerdən davam edirik. Bu dəfə biz şəxs əvəzliklərinin digər formasını öyrənəcəyik. Yəni mənim, sənin və ya mənə, sənə, məni, səni, onu kimi formalarını öyrənirik. Söz önləri olacaq. Daha sonra isə to be fe'linin am, is, are formaları, sonda isə indiki sadə zamanın təsdiq, sual və inkar forması olacaq. Artıq keçən dərsdən bilirik, I mən deməkdir, my mənim, me mənə məni. Bəzi sözlər hansı ki tələffüzü çox fərqli olur yazılışdan, onların transkripsiyası var burada ki sizə rahat olsun. I mən, my mənim, me mənə məni. 2 nöqtə uzatmanı göstərir. Me. You sən, your sənin, diqqət edin. You sən, your sənin, o səsi ilə deyirik. Your və sondakı r-nı boğaraq deyirik. Your. You sənə səni. 2 you gördük burada. Həm sən, həm də sənə səni eyni sözdür. Eyni tələffüz edilir və eyni formada da yazılır. Bu sizi çaşdırmasın. Yəni danışıqda bir-birinə mane olmur bu sözlər. Tam başa düşülür. Dərslər ilərədikcə özünüz görəcəksiniz. He, o, kişi cinsində. His, onun. Him, ona, onu. She, o, qadın cinsində. Her, onun. Her, ona, onu. Yenə də burada eyni 2 söz görürük. Qadın cinsində her, onun, həm də ona, onu deməkdir. It, o, heyvanlar və cansız aləm üçün. It's, onun. It, ona, onu. Yenə də 2 söz, eyni söz qarşımıza çıxır. It, o. It, ona, onu. We, biz. Our, bizim. Our, Amerika ləhcəsindədir. İngiltərə ləhcəsində olacaq our, our. Bizim. Us, bizə, bizim. You, siz. Your, sizin. You, sizə, sizi. Necə ki, sən, you-da eyni forma var idi belə, eyni ilə sizdə də eyni şəkildədir. Deyiliş və tələffüz eyni formada. They, onlar. Their, onların. Them, onlara, onları. Tələffüzə burada diqqət edək. They, their, their, onların. Them, onlara, onları. 3 sütun şəxs əvəzliyi gördük. Birinci sütun, ikinci sütun, bu da üçüncü sütun. Burada sizdən istədiyim nədir əsas? Elə axıcı formada öyrənin ki, bu sözləri deyərkən axtarmayın. Yəni ona, onu, məsəl üçün kişi cinsində him, yəni vurma cədvəli kimi bunu öyrənmək lazımdır. Əvvəldən heç bir şeyin məntiqini axtarmayın. Yəni sizdən əgər mən istəyirəmsə ki, bunu tam əzbər formada öyrənin, öyrənin yəni. Çünki gələcəkdə bir neçə dərsdən sonra artıq cümlələri başlayacaq qurmağa, onda əziyyət çəkməyəsiz deyə. Hələ ki heç bir şeyin məntiqinə getmirik, yəni sadəcə əzbərləyin. Üçüncü sütun şəxs əvəzliklərinə xüsusi diqqət edin və yadınızda saxlayın. Dərs izahatlarında qarşımıza çıxacaq 3-cü sütun şəxs əvəzliyi deyəcəm tez-tez. Onda bilin ki, bu mənə, məni, sənə, səni, ona, onu, Azərbaycan dilində yönlü və təsirli hal formasında olan şəxs əvəzliklərini nəzərdə tutacağım. Yəni 3-cü sütun sırf budur və 3-cü sütun olaraq yadınızda saxlayın ki, mən dərs izahatını verəndə yadınıza düşsün bu. Ev tapşırığı olaraq sizdən nə istəyirəm? Bu şəxs əvəzliklərini, yəni axıcı formada əzbərləmək, öyrənmək lazımdır. Dil belədir, yəni əsas ingilis dilində deyim sizə. Əvvəlki başlarda çox şeyi biraz əzbərləmək lazımdır. Daha sonra isə dil özü sizi aparacaq. Yəni bildiyiniz qaydalar gələcək dərslərdə sizə daha belə deyim də asan gələcək. Çünki sonradan əzbərləməyə heç bir şey yoxdur. Söz əlbəttə sözü öyrənmək həmişə lazımdır, amma sırf qaydalarla bağlı İlk aylarda bəli, hansı məqamlar ki, xüsusi öyrənmək lazımdır, mən özüm sizə bildirəcəm. Məndən sonra təkrar edin. I, mən, my, mənim, you, sən, your, sənin, he, o, his, onun, she, o, her, onun, it, o, its, onun, we, biz, our, bizim, you, siz, your, sizin, they, onlar, their, onların, I, mən, me, mənə, məni, you, sən, you, sənə, səni, he, o, him, ona, onu, she, o, her, ona, onu, it, o, it, ona, onu, we, biz,
Us, bizə bizi. You, siz. You, sizə sizi. They, onlar. Them, onlara onları. I, my, me. You, your, you. He, his. Him, she, her, her. It, its, it. We, our, us. You, your, you. They, their, them. Bu formada öyrənmək lazımdır və qarışıq formada da deməyi bacarmalısınız. Yəni sırayla demək rahat olur. İlk başda sırayla da öyrənə bilərsiniz, amma mümkün mərtəbə çalışın gələcək dərslər üçün birbaşa sözü deyəndə onlara them, bizim our, onun kişi cinsi his, mənə me və s. kimi qarışıq formada öyrənin. Bir daha çox vacib olduğu üçün təkrarlayıram. Üçüncü sütun, xüsusilə diqqət edirik üçüncü sütuna. Və dərslərlə bağlı bir şey deyim, sırf bilərəkdən bəzi vacib məqamları bir çox dərslərdə təkrar deyirəm. Hər dəfə qarşımıza çıxanda bir daha onu xatırladıram. Yəni dillə bağlı bəzi məqamlar var ki, onu məndən çox eşidəcəksiniz. Bəlkə də biraz bezdirici gələ bilər hər hansı tələbələrə. Yəni bunu bilərəkdən edirəm. Çünki belə deyək, qaydaları, bəzi nüansları o qədər çox sizə eşitdirmək istəyirəm ki, çox adiləşsin sizin üçün. Yəni bir dəfə deyib üstündən keçmirəm. O baxımdan yəni hazır olun, bəzi xüsusi detalları tez-tez bilərəkdən vurğulayacağam. Və belə deyim, yəni biraz əvvəl də demişdim, əzbərləmə məsələlərini həll edin. Yəni elə tələbələr var ki, mən onlara kurslar gəzən tələbələr deyirəm, dili öyrənməyə başlayırlar, bir müddət keçir, həvəsdən düşürlər, öyrənə bilmirlər, orada bir qırılmalar olur. Yenə bir il keçir, başlayırlar ingiliscəni öyrənməyə və belə illər gedir. Bu dəfə söz verin və bu məsələni həll eləyin. Yəni bu kursda hər şey nəzərə alınıb dili öyrənmək üçün və əvvəldən ki dediyim məqamlar varsa ki, onu öyrənin, indidən həll eləyin. Baxın, bu şəxs əvəzlikləri formaları onlardan biridir. Yəni bunu indi öyrənə bilməsəz, gələcək dərslərdə qırılmalar olacaq ki, hansı ki cümlə quranda çətinlik çəkəcəksiniz və bu sizə həvəsdən salacaq. Ona görə elə ilk əvvəldən başlamışkən hər şeyi ideal formada edin. Yavaş-yavaş yəni öyrənin, mütləq formada gözəl bir nəticə olacaq. Söz önləri ilə davam edək. In içində deməkdir, dadə şəkilçisi kimi dilimizə tərcümə edilir. To istiqamət bildirir, a, ə, ya, yə, İngilis, Azərbaycan dilində ismin yönlük halının şəkilçisinə uyğun gəlir. From, dandan, o da çıxışlı hal şəkilçisinə uyğun gəlir. Söz önləri, baxın, burada Bakıda deyirik. Dadə şəkilçisi Bakı sözündən sonda yazılı və bitişikdir. İngilis dilində isə əksinə, həmin bu dadə, yəni in, aid olduğu sözlər əvvəl gəlib. İngilis dili ümumiyyətlə önə qaçmağı sevən dildir. Bizim dildə dadə sözün sonunda olsa da, İngilis dilində həmin o dadə Bakı sözündən əvvəl, öndə verilib və ayrı yazılıb. Elə söz önü adı da oradan gəlir. Bizim dilçi alimlər İngilis dili qrammatika terminologiyasını dilimizə çevirərkən, yəni belə bir məqamları nəzərə alaraq çeviriblər söz önlərini. Yəni söz önündə istifadə edilir və bu sözə də aid olur. Dili daha yaxşı hiss edə biləsiniz deyə bu məqamları deyirəm ki, dil onda, yəni onun fəlsəfəsini anladıqda danışmaq daha rahat olur və öyrənmək də daha rahat olur. Eynilə burada da to istiqamət bildirir. Bakıya, yəni to burada ya-ya bərabərdir. Baxın, İngilis dilində isə Baku sözündən əvvəldə də to Baku. Yəni düşünün, ya buradadır, Baku buradadır. Ya Bakı, yəni Bakıya. Burada da düşünün, da burada da əvvəl danı deyirlər, sonra Bakını deyirlər. Dilimizdə isə əksinə deyirik biz, Bakı da. From, dandan, yenə Bakı, dan, həmin o danı ingilislər əvvəl deyirlər. Dan, sonra Bakı deyirlər. From Baku, Bakıdan. In Baku, Bakıda. To Baku, Bakıya. From Baku, Bakıdan. Ev tapşırığı olaraq sizdən nə istəyirəm? Baxın, gün ərzində elə vaxtlar var ki, yəni boşuna sərf olunur. Misal üçün, ya işə gedərkən, hardasa piyada gəzərkən bunları rahat məşq eləyə bilərsiniz. Və biz hal-hazırda dili uşaq kimi öyrənirik, yəni. Və belə məşqlər edərkən özünüz də hiss etmədən vərdişyanı olaraq bu ifadələri istifadə edə biləcəksiniz. Təkcə söz önlərinə aid deyil. İstər bayaq dediyim kimi ay, may, mi, şəxs əvəzliyi olsun. Yəni dildə öyrəndiyimiz mövzular.
Yol gedirsiniz, rahat formada özünüz üçün deyin. Londonda, in London, Londona, to London, Londondan, from London. Belə gün ərzində o boş vaxtlardan istifadə edərək məşq eləsəz, qısa zamanda çox gözəl sizdən nəticə alınacaq dillə bağlı. Və burada deyəcəyim başqa bir məsələ qalmadı. Əsas istəyirəm ki, bu üçünün tam öyrənin və fəlsəfəsini başa düşün. Sizə burada izah etdiyim məqamı. İndi isə to be feil ilə davam edək. To be olmaq deməkdir. İngilis dilində ana feillərdən biridir. Baxın, deyirəm to be olmaq deməkdir. Be ol deməkdir. To isə maq demək. Olmaq sözünün mağı buradadır. Biraz əvvəl də söz önünü izah edərkən sənə demişdim. İngilis dili önə qaçmağı sevir. Yəni bizim dildə olmaq deyəndə maq sözün sonundadır. İngilis dilində maq əvvəldədir. To be. Maq buradadır, ol buradadır. Və to be-ni bir ana kimi düşünün və onun 3 övladı var. İndiki zamanda 3 övladı var. Am, is, are və bu 3 forma şəxs əvəzliklərinin, yəni hər hansı biri ilə dostluq edir. Baxın, am, I, yəni mən şəxs əvəzliyi ilə dostluq edir. Ancaq onunla bir yerdə istifadə edilir. Yəni am digər şəxs əvəzlikləri ilə bir yerdə istifadə edilmir. Belə deyək, loru dildə dostluq etmir. Siz elə də yadınızda saxlayın. He, she, it is ilə dostluq edir. Yəni is hər zaman siz şəxs əvəzliyi olaraq he, she, it ilə istifadə edilmiş görəcəksiniz. Are isə you, we və they ilə istifadə edilir. Burada you yazarkən həm sən, həm də siz nəzərdə tutulmuşdur. Əgər siz cümlədə you ilə is istifadə etsəz, olmayacaq. Və ya am, he ilə istifadə etsəz, olmayacaq. Tam hər birinin dostluq etdiyi bir şəxs əvəzliyi var. I am, he is, she is, it is, you are, we are və they are. Ev tapşırığı olaraq bunları bir yerdə istifadə etməyi məşq etməlisiniz. Yəni, o belə bir vəziyyətə gəlməlidir ki, axtarmamalısınız deyərkən. I am olur, yoxsa is olur, yəni axtarmadan. I am, you are, he is, she is, it is, we are, you are, they are. Yəni, axıcı formada. Bunun da əsas yolu nədir? Biraz əvvəl dedim. Dildə bunu çox deməyə çalışın. Telefon önündə dərs çalışarkən, bizim dərsləri izləyərkən mütləq deyil onda etməniz. Yəni, dediyim kimi, boş vaxtlarınızda, parkda, yolda gəzərkən o vaxtlardan istifadə edərək məşq edin. Və əlavə olaraq bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Yəni bəzilərinizdə sual yarana bilər ki, yəni I am, he is, bunlar bir araya gələndə nə olur? Cümlədə nə baş verir? Hələ ki biz əzbərləmə, öyrənmə prosesindəyik. Gələcək dərsdə və növbəti dərslərdə niyə işlənir, fəlsəfə nədir, mənası nədir, onları xırdalığını sizə cümlə üzərində dərinliyinə qədər izah edəcəm. Hələ ki sizdən istənən bunları vurma cədvəli kimi öyrənməkdir. Məndən sonra təkrar edin. I am, you are, he is, she is, it is, we are, you are, they are. They are, you are, we are, it is, she is, he is, you are, I am. İndiki sadə zamanla davam edirik. Keçən dərs mövzu olmuşdu. Qısa xatırlatmalar edim, sonra əlavələrini keçək indiki sadə zamana. Məntiqi haqqında dedim ki, sizə hərəkət indi baş vermir, ümumiyyətlə baş verir. Mən futbol oynayıram deyirəmsə, deməli mən müəyyən bir vaxtlarda futbol oynayıram. İndi oynamıram. İndi mən burada dərs izah edirəm. Digər məsələ, Azərbaycan dilində, cümlədə sözlərin yerini intonasiyaya görə dəyişə bilirik və bu gülməli səslənmir, səhv səslənmir. Misal üçün, mən futbol oynayıram, deyə bilərəm. Mən oynayıram futbol. İkinci cümlədə olduğu kimi. Üçüncü cümlədə, futbol oynayıram mən, deyə bilirik. Uşaq həyətdə futbol oynayır, anası onu pəncərədən səsləyir, uşaq oradan deyir ki, futbol oynayıram mən, indi gəlmək istəmirəm evə. Yəni, bizim dilimizdə sərbəstdir, sözlərin yerini rahat oynada bilirik. İngilis dilində isə, keçən dəfə də dediyim kimi, betonlaşmışdır. 90-95% halda cümlədə sözlərin yerini dəyişə bilmirik. Dəyişəndə, belə deyək, fəlakət olur. Yəni, gülməli səslənir, çaşqınlıq yaradır. Feil ikinci yerdə olacaq. Mən oynayıram futbol.
Yəni I play football. Burada play qabağa keçsin, play I football ola bilməz. Yəni futbolu önə keçirək, football I play ola bilməz. Əsas yadımızda saxlayırıq. Təsdiq cümlədə feil, hərəkət, yəni qrammatik olaraq feil deyirəm. Hərəkət bildirən söz oynamaq nə etmək? Oynayıram. İkinci yerdə hərəkəti edəndən sonra istifadə edilir. Mən burada mübtədadır, hərəkəti edən odur. İkinci yerdə istifadə edilir. Bəzi məqamlarda hərəkət, yəni feil ikinci yerdə olmayacaq. Cümlədə başqa bir yerdə olacaq. Ona görə dərsbədərs sizə izah edəcəm. Bir məsələ ingilis dilində cümlə qurulma prosesi necə idi indiki sadə zamanda? Play oynamaqdır. I mən. Mən və oynamaq sözlərini yan-bayana qoyuruq, cümlə hazırdır. I play, mən oynamaq olur, mən oynayıram. You, sən, play oynamaq. You play, sən oynayırsan. Bitdi, cümlə hazırdır. Eynilə buradakı kimi də. We play, biz oynayırıq. You play, siz oynayırsınız. They play, onlar oynayır. Xüsusi bizim dildəki kimi hər şəxsə görə oynamaq sözünün sonluğu dəyişmir. Oynayıram, oynayırıq, oynayırsınız. İngilis dilində daha bəsitdir. Sadəcə olaraq he, she, it-də feilin sonuna s və birazdan görəcəyiniz es şəkilçisi artırılır. Söhbət indiki sadə zamandan gedir. Başqa zamanlarda feil formaları, play'in forması dəyişəcək. İndi burada play, oynamaq feili nümunə olaraq göstərilib, onun üzərində danışıram. İstənilən feil zamanlara görə dəyişəcək. İngilis dilində hər bir zamanın özünün köməkçi feilləri olur. İndiki sadə zamanda köməkçi feillər do və does sözləridir. Niyə köməkçi feillər deyirik? Çünki belə sözlər funksional sözlərdir və zamanın cümlələrinin qurulmasına kömək edir. Məsələn, do does indiki sadə zamanda cümlələri inkara və suala çevirərkən bizə yardımcı olur. Dərsin davamında görəcəksiniz nə formada rolu var və köməkçi feillər heç bir halda tərcümə edilmir. Yəni söz olaraq bunların mənası yoxdur. Düzdür, do və does ayrıca etmək mənası var, amma o köməkçi feil deyil. Düşünün, ikinci bir söz, ayrı bir söz kimi baxırıq ona. Amma sırf burada do, does köməkçi feilləri indiki sadə zamanda cümlələri suala və inkara çevirərkən yardımcı olur. Amma təsdiqdə rolu yoxdur köməkçi feillərin. Təsdiq cümlədə istifadə etməyəcəyik. Və bilməmiz lazım olan nədir? Hər şəxsə görə hansı köməkçi feil olur? He, she, it-də does istifadə ediləcək. Qalan yerdə qalanlarda isə do olacaq. I do, you do, he does, she does, it does, we do, you do və they do. İndi isə indiki sadə zamanın təsdiq cümlələrinin qurulmasını öyrənək. Müsbət işarəsini dərslər boyunca gördükdə anlayacaqsınız ki, mən təsdiq cümlələrdən danışıram. Sözlərin bəzilərinin tərcüməsi olacaq bilməyənlər üçün. Work işləmək, watch izləmək, bu televizor izləmək də ola bilər və ya həyətdə oynayan uşaqları kənardan izləmək, o mənada da istifadə edilə bilər. Study, dərs çalışmaq. Çox sadədir indiki sadə zamanda təsdiq cümlənin qurulması. Yəni I, mən, hərəkəti görən, work isə işləmək. Bir araya gəldisə cümləmiz hazırdır. Feil hərəkət ikinci yerdədir. I work, mən işləyirəm. You work, sən işləyirsən. He, she, it works, yəni o işləyir, ayrı-ayrılıqda deyək. He works, o işləyir. She works, o işləyir. It works, o işləyir. Və he, she-itə biraz maqnetik zona kimi baxırıq. İndiki sadə zamanda feil bu şəxs əvəzlikləri ilə istifadə edildikdə sonuna s və ya es sonluğu alır. Work-da sırf s sonluğu alacaq. Nə vaxt es olur? Dərsin davamında birazdan onu izah edəcəm. We work, biz işləyirik. You work, siz işləyirsiniz. They work, onlar işləyir. Ümumiyyətlə işləyir. Burada isə watch feili üzərindən izah edim sizə. Baxın, əgər feil s, x, ch, sh və ya o hərfləri ilə bitərsə, o zaman biraz əvvəl demişdim sonluq var idi, s var idi, bir də es var idi. Baxın, o zaman es olacaq. Work-də bir səhifə əvvəldə gördünüz, work-də ancaq s var idi, bir hərfdən ibarət s qoymuşduq. Çünki k hərfində elə bir tələbat yoxdur. Lakin bu hərflərlə bitdikdə sonuna es əlavə edəcəyik. Ch, watch sözünün sonu ch ilə bitmişdir. Ona görə he, she, it-də es əlavə edilmişdir. I watch, mən izləyirəm. You watch, sən izləyirsən. He watches, she watches, it watches, o izləyir. We watch,
Biz izləyirik, you watch, siz izləyirsiniz, they watch, onlar izləyir. Bəzən belə suallar olur, ona görə deyim. It, yəni heyvanlar və cansız aləmində necə izləyə bilər? Ola bilər, yəni pişik quşları yaxalamaq üçün onları izləyir. Bu formada yəni istifadə edilə bilər. Və nümunələrə baxaq. Kiss öpmək deməkdir. SS, yəni qoşa S ilə bitmişdir. Ona görə ES əlavə edildi. She kisses, o öpür. He fixes, o təmir edir, düzəldir. He teaches, o öyrədir. She washes, o yuyur. He goes, o gedir. Yəni mavi rəngdə burada gördüyünüz sonluqlar özündən sonra es sonluğu tələb edir. İndiki sadə zamanda he, she, it şəxs əvəzliyi ilə. Digər şəxslərdə isə işimiz bildiyiniz kimi rahatdır. Feili çılpaq formada istifadə edirik. İsimlərin, sözlərin cəmlənməsində belə bir qayda keçmişdik. Misal üçün, family sözündə var idi. Əgər y hərfi ilə bitirsə, cəm eləmək üçün, yəni ailələr sözünə çevirmək üçün y-dan əvvəl samit gəlmişsə həmin sözdə, y-ı aya çevirib es əlavə edirdik. Burada da indiki sadə zamanda feildə he, she, it ilə istifadə edərkən study feili nümunəsində baxın y hərfi ilə bitib ondan əvvəl samit gəlmişdi. ES əlavə etmək üçün y-ı çeviririk aya, burada gördüyünüz kimi aya çevrilib və sonra ES əlavə edilmişdi. Bu çaşqınlığa səbəb olan bir məsələ var, onu demək istəyirəm. İsimlərin, sözlərin sonundakı SES sonluğu cəmliyi bildirir. Yəni book, kitab, books, kitablar cəmləndi, çoxluq bildirdi. Amma feillərdə hərəkət bildirən, məsələn, study feildir. Hərəkət bildirən sözü dərd çalışmağı nə etmək? Feillərin sonunda indiki sadə zamanda he, she, it ilə istifadə edərkən sondakı ES sonluğu və ya S sonluğu cəmliyi bildirmir. Əksinə təkliyi bildirir. O təklik məsələsi ilə bağlı dərsimiz növbəti və ya növbəti 2 dərslərin birində mütləq yəni izahı sizə veriləcək. Vurğulamaq istədiyim odur ki, indi üçün bilirik ki, yəni ağlımızda tutaq ki, feillərin sonundakı SES qətiyyən cəmlik bildirmir, əksinə təklik bildirir. Və burada olan bir nümunəyə baxaq. He, she, it, he plays deyir burada. Y ilə bitib, play oynamaq. Amma y aya çevrilməyib. Bu formada yəni hərflər dəyişməyib. Çünki y ilə bitsə də ondan əvvəl sait gəlir, samit gəlmir. Study-də isə baxın D, y-dan əvvəl samit gəlmişdi. Ona görə heç nə dəyişməyəcək və S sonluğunu qoyacağıq he, she, it-də. İndiki sadə zamanda sual cümlələrinin qurulması. Gördüyünüz bu cümlələr, buradakı 4 cümlə təsdiqdədir. Yəni təsdiq formadadır. Heç nə soruşmuruq. I work, mən işləyirəm. You work, sən işləyirsən. She works, o işləyir. They work, onlar işləyir. Sırf bu cümlələri suala çevirmək üçün sizə biraz əvvəl bildirdim. Köməkçi feillər var idi. İndiki sadə zamanda köməkçi feillər bizə sualı, sual cümlələri və inkar cümlələri qurmağa kömək edir. Və təsdiq cümləni indiki sadə zamanda suala çevirmək üçün önünə köməkçi feillərimizi qoyuruq. Və bilirdiniz ki, yəni I ilə do istifadə edilirdi, you ilə do və he, she, itdə does idi. Yəni he, she, itdə does, qalanlarda isə do olurdu. Önə keçirdirik və sualımız hazırdır. Azərbaycan dilində biz sual edərkən ya intonasiya ilə sual edirik. Deyirik ki, misal üçün, sən işləyirsən, uzadıb soruşuruq və ya deyirik ki, sən işləyirsənmi? Düşünün ki, bu do həmin o mi sonluğu kimidir. Dilimizdə deyirik, sən gedirsənmi? Və söz önlərini başa salanda dedim, ingilis dili önə qaçmağı sevən dildir. Diqqət eləyin, bizdə mi, gedirsənmi, sual eləmək üçün sonda olan mi, düşünün ki, həmin bu dudur, amma ingilis dilində cümlənin önünə qoyulub. Bizdə isə mi cümlənin sonuna qoyulurdu. Və does gəldisə, he, she, itdə çox qarışıqlıq olmasın deyə ancaq 4 şəxs əvəzliyi istifadə edilib burada. Daha az olsun, sizi çaşdırmasın. He, she, itdə does olurdu və he, she, itdə biz does istifadə edəndə feilin sonundakı s, es hansı 2 sonluqdan biri gəlirsə, o mütləq düşəcək və onu belə düşünün. Həmin o sonluq artıq buradadır. Yəni keçmişdir, do'nun sonuna onu daza çevirmişdir. Yəni bir növ yerini dəyişir. Belə də yadınızda saxlaya bilərsiniz və ya yoxa çıxır kimi də düşünə bilərsiniz. Amma heç bir şəkildə does olduğu halda sual cümləsində sonda s qala bilməz. Do I work? Mən işləyirəm. Do you work? Sən işləyirsən. Does she work? O işləyir. Do they work? Onlar işləyir.
İndi isə gəlin bütün şəxslər üzrə baxaq sual cümlələrin qurulmasına. Əsas nüanslar nə oldu bizdə? He, she, it, does önə does köməkçi feilini gətiririk sual üçün. Digər şəxslərdə do önə keçir. Yəni önə keçir deyərkən şəxs əvəzliklərindən əvvəl, yəni I, you, he, they və sairələrdən öndə istifadə edirik. Və does önə keçdisə, he, she, it-də s sonluğu istifadə edilməyəcək və bunu da o formada ağlımızda saxlayırıq ki, sanki bu s gəlmişdir bura sona. Do feilinin sonuna gəlib onu does-a çevirmişdi. Do I go? Mən gedirəm və ya mən gedirəmmi? Do you speak? Sən danışırsan. Does he watch? O izləyir. Does she study? O təhsil alır. Does it work? O işləyir. Burada it, yəni cansız və heyvanlardan danışarkən, yəni it işləyir, misal üçün telefon işləyir, radio işləyir kimi soruşulur. Does it work? O işləyir. Do we dance? Biz rəqs edirik. Do you play? Siz oynayırsınız. Do they travel? Onlar səyahət edir. İndi isə inkar cümlənin qurulmasına baxaq. İnkarı qurmaq üçün yenə də bizə köməkçi feil lazım olacaq. Yəni indiki sadə zamanda sual və inkarda biz köməkçi do-dasdan istifadə edirik. Lakin cümləni inkara çevirmək üçün əvvəlcə do və does köməkçi feillərini inkara çevirmək lazımdır. Do və doesdan sonra not inkar sözünü, inkar hissəciyini qoyuruq. Do, not. Bu formada açıq da istifadə etmək olar. Qısa formada da don't. Does not olacaq doesn't. Və sizə deyim ki, ümumiyyətlə rəsmi yazışmalarda və ya IELTS, TOEFL kimi imtahanlarda olan esseylərin yazılmasında açıq formada qəbul edirlər. Danışarkən daha çox don't, doesn't istifadə edilir. Və özünüz də artıq anladınız ki, does buradadırsa doesn't, yəni inkar forması he, she, it ilə istifadə ediləcək və don't yerdə qalan digər şəxslərlə. Baxın burada, məsələn, gördüyümüz cümlə I work, mən işləyirəm təsdiqdədir. Sırf bunu inkara çevirmək üçün feildən əvvəl, work feilindən əvvəl biz köməkçi feillərimizin inkar formasını qoyuruq. I şəxs əvəzliyində inkar etmək üçün bizə hansı lazım idi? Do not yoxsa does not? Əlbəttə ki, I ilə bizə do not və ya qısa forması don't lazımdır. Yəni ikisini də istifadə edə bilərsiniz. Xüsusi belə bizim dərsimizdə və ya danışarkən fərq etmir. I don't work. Oldu mən işləmirəm. Don't-u götürsək olur mən işləyirəm. We don't work. Biz işləmirik. Burada don't olmasa qalır we work olur biz işləyirik. Bura baxaq, she works, yəni o işləyir. Burada s, yəni təsdiqdə əslində bizdə s burada olmalıdır. İndi s-in üzərindən xətt çəkilib, çünki bizə lazım olmayacaq inkarda və she-də inkar eləmək üçün she doesn't work, o işləmir. He, she, it-də isə bizə does not və ya doesn't lazım olacaq inkarı qurmaq üçün. Əsas qaydamız inkarı indiki sadə zamanda qurmaq üçün feildən əvvəl don't və ya doesn't köməkçi feillərin inkar formasını istifadə etməklə qururuq. İnkar üçün gəlin cümlələr üzərində bütün şəxslərdə baxaq. I don't drink. Mən içmirəm. Drink içməkdir və don't bizə önə qoyuruq ki, inkara çevirək və deyərkən burada danışarkən, tez-tez danışarkən fərq etməz yəni. Sondakı t-nı mümkün mərtəbə demirik. Daha dilimiz daha təbii səslənsin deyə. Yəni belə deməyin. I don't drink, elə yox. I don't drink, don't. Sanki n-da dayanırsınız. T-ya getməyə ehtiyac yoxdur. Yəni dili ingiliscə, ana dili ingiliscə olan insanlar belə danışır. Mən də onu sizə bir məsləhət olaraq deyirəm. İndidən dilinizi alışdırın. I don't drink, mən içmirəm. You don't drink, sən içmirsən. He doesn't drink, o içmir. She doesn't drink, o içmir. It doesn't drink, o içmir. Və əlbəttə ki, burada da s, es sonluğu olmayacaq. Çünki inkarı qurmaq üçün does gəlib artıq buradadır və es sanki keçmişdir cümlənin ortasına does'ın içində. Ona görə yəni buradan bura keçmişdir düşünürük. We don't drink, biz içmirik. You don't drink, siz içmirsiniz. They don't drink, onlar içmir. Əsas məsələ nədir burada? Unutmuruq, digər şəxslərlə don't, he, she ilə isə doesn't istifadə edilməlidir. İndi isə qısaca ümumiləşdirək. İndiki sadə zamanın hər üç formasını öyrəndik. Təsdiqdə bizə do, does köməkçisi lazım deyil.
Ancaq hərəkəti edən mən, I və feilin özünü çılpaq formada qoyuruq. Cümləmiz hazırdır. I dance. Mən rəqs edirəm. You dance. Sən rəqs edirsən. He, she, it bizdə maqnetik zonada ehtiyatlı olmaq lazımdır burada. Mütləq sonuna s və ya es qoyuruq. Burada s olacaq çünki es tələb edən sonluq yoxdur. I ilə bitir. Eyni ilə davam edir. We dance, you dance, they dance. Sualda bizə do, does köməkçi lazımdır. Şəxs əvəzliyindən I, you, he kimi şəxs əvəzliyindən əvvəl köməkçi feilimizi qoyuruq və he, she-də yenə does olacaq burada və sonda s-es sonluğu olmayacaq. İnkarda da feildən əvvəl. Baxın, sanki don't-u götürəndə burada nə olur? Bizim təsdiqə oxşuyur. I dance qalır. Yəni I və dance qalır. Feildən əvvəl biz don't inkar formanı yerləşdirərək cümləni inkar edirik. I don't dance, mən rəqs etmirəm. You don't dance, sən rəqs etmirsən. He, she, it olacaq doesn't dance. Digərlərində də we don't dance, you don't dance, they don't dance. Yəni burada siz she ilə don't desəz, səhv olacaq qrammatik olaraq, amma sizə deyim ki, Amerika küçələrində elə belə də danışırlar, qaydalara çox riayət etmirlər. Yəni özüm şahid olmuşam. Yəni he ilə bildiyiniz don't deyirlər, doesn't demirlər. Sadəcə olaraq kurs olaraq sizə küçə dilini öyrətmək borcum deyil. Mütləq formada dili ən uyğun formada öyrətməliyəm. Ona görə də sizdən istədiyim bu öyrətdiyim formada öyrənmənizdir. Ev tapşırığı olaraq hər hansı bir feili götürürsünüz. Misal üçün dance və onu axıcı formada deməyə, deyərək məşq edin. Yəni misal üçün rəqs etmək dance və hər bir vaxt fərq etmir, yəni dediyim kimi mütləq deyil dərs çalışan vaxt. Ki parkda gəzərkən belə bunu deyə bilərsiniz. Dance təsdiqdə başlayın özünüzə deməyə. I dance, mən rəqs edirəm. You dance, he dances. S-i qoymağa diqqət edin. She dances, it dances. Bu formada davamlı deyin ki, axıcı olsun, dil açılmağa başlasın. Sonra sualda do I dance? Do you dance? Hər dəfə Azərbaycanca tərcümə etməyə ehtiyac yoxdur, amma beyninizdə ingilis dilində nə dediyinizi bilin. Yəni şeir kimi əzbər deməyin. Do I dance, do you dance yox. Yəni do I dance deyəndə mən rəqs edirəm, onu demiş olduğu hiss, yəni nə dediyinizi fərqində olun. İnkarda I don't dance. Mən rəqs etmirəm. You don't dance, he doesn't dance, she doesn't dance və s. Yəni gün ərzində bunu bir neçə dəfə etmənizi sizə tövsiyə edirəm. Yəni ev tapşırığı olaraq bunu nəzərdə tutun. Mütləq deyil dance feili ilə hər hansı bir digər feili də götürə bilərsiniz. Work, yəni I work, you work, he works. Sual do I work, do you work? İnkar I don't work, you don't work, he doesn't work və s. kimi. Məndən sonra uca səslə təkrar edin. I, mən. My, mənim. Me, mənə, məni. You, sən. Your, sənin. You, sənə, səni. He, o. His, onun. Him, ona, onu. She, o. Her, onun. Her, ona, onu. It, o. It's, onun. It, ona, onu. We, biz. Our, bizim. Us, bizə, bizi. You, siz. Your, sizin. You, sizə, sizi. They, onlar. Their, onların. Them, onlara, onları. I am. You are. He is. She is. It is. We are. You are. They are. It is. They are. We are. I am. You are. He is. She is. In Baku, Bakıda. To Baku, Bakıya. From Baku, Bakıdan. I do, you do, he does, she does, it does, we do, you do, they do. I dance, mən rəqs edirəm. Do I dance, mən rəqs edirəm. I don't dance, mən rəqs etmirəm. You dance, sən rəqs edirsən. Do you dance, sən rəqs edirsən. You don't dance, sən rəqs etmirsən. He dances, o rəqs edir. Does he dance, o rəqs edir. He doesn't dance, o rəqs etmir. She dances, o rəqs edir. Does she dance, o rəqs edir. She doesn't dance, o rəqs etmir. It dances, o rəqs edir.
Does it dance? O rəqs edir. It doesn't dance. O rəqs etmir. We dance. Biz rəqs edirik. Do we dance? Biz rəqs edirik. We don't dance. Biz rəqs etmirik. You dance. Siz rəqs edirsiniz. Do you dance? Siz rəqs edirsiniz. You don't dance. Siz rəqs etmirsiniz. They dance. Onlar rəqs edir. Do they dance? Onlar rəqs edir. They don't dance. Onlar rəqs etmir.